oxumuşuq, eşitmişik. Hədislərə əsasən qohumluq əlaqəsini qorumaq insanın ömrünü çoxaldır, insanın mal dövlətinə bərəkət verir, insanın həyatına, ilahi rəhmətin daxil olmağına səbəb olur. Bunun əksi də o cürdür ki, insan qohumluq əlaqələrini kəsməklə tez bir zamanda, hətta dünyada, mən bunu görmüşəm, eşitmişəm, özüm də şəxsən həyatımda görmüşəm insanların yaşayışında qohumluq əlaqəsini kəsmək insanlara əzabın tez və sürətli nazil olmağına səbəb olur. Müxtəlif bəlaların insanın həyatına daxil olmağına səbəb olur. Qohumluq əlaqələri mühümdür. Bir də bu mövzunun silə-i rəhmin digər bir tərəfi də var ki, qohumlar arasında gözəl ünsiyyət, qohumların insana etimadı, qohumların insana sevgisi, onların insanı dəstəkləməyi, insana müxtəlif şəraitlərdə, müxtəlif hadisələrdə dəstək olmağı, bu özü mühümdür. Tarixdə biz görmüşük insanların həyatında, görürsən ki, qohumlar arasında düşmənçilik, qohumlar arasında soyuqluq və münasibətin qırılmağı onların həyatında müxtəlif çətinliklər yaradır. Quran-ı Kərimə müraciət edəndə, tarixə müraciət edəndə, əziz tamaşaçılar, onlarla misalla rastlaşa bilərik. O misalları nəzərdən keçirəndən sonra məlum olacaq ki, İmam Səccad əleyhissalam niyə Allahdan qohumları ilə yaxşı ünsiyyət, yaxşı əlaqə istəyir? Məsələn, biz Qurana baxanda ki, Quranda bunun ayəsi var, eyni zamanda da hədislərdə də bunun, bu ayənin barəsində hədislər var. Həzrəti Adəmin iki övladının məsələsidir. Habillə Qabilin məsələsi. Görürsən ki, qardaşlar arasında, iki qardaşın arasında soyuqluq, Qabilin Habilə qarşı həsədi, kini, intriqası gətirib Habilin şəhadəti ilə nəticələnməyə səbəb olur. Ki, yer üzündə tökülən ilk nahaq qan Həzrəti Habilin ki, Allah yolunun şəhidlərindəndir və məzlumlardandır, birinci məzlumlardandır. Ki, onun qanının tökülməyi nəyin üstündədir? Qardaşının ona qarşı həsədinin. Burada həm həsəd faktoru önəmli faktordur ki, insan çalışmalıdır, insanlar ona həsəd eləməsin, bacardığı qədər onların həsədini özünə qarşı sevgiyə çevirməli ki, İmam Səccad da ona işarə eləmişdi. Eyni zamanda da qohumluq əlaqələrinin məsələsidir ki, görürsən ki, qohumlar arasında insanın qardaşlığı, qardaşlıq, bacılıq, bunlar birinci dərəcəli qohumlardır. Ondan sonra gəlir əmişaqları, dayışaqları, xalaşaqları və digər qohumlar. Görürsən ki, iki nəfər qardaşın düşmənçiliyi, əlbəttə bunu da qeyd eləyək, Qurana əsasən Həzrəti Habil bu mövzuda günahsızdır. Həzrəti Habil Qabilə nifrətini çoxaldacaq bir şey eləməmişdi. Qabilə şeytan vəsvəsə eləyir, nəfsi qalib gəlir ki, niyə Allah onun qurbanını qəbul edir, mənim qurbanımı qəbul eləmir. Buradan onda qardaşına qarşı kin-küdurət yaradır, ta onun qətlinə və günahsız öldürməyinə qədər gətirib çıxardı. Buna görə də İmam Səccad əleyhissalam Allahdan istəyir ki, ilahi, mən istəyirəm qohumlarım məni sevsinlər, məndən yaxşı ünsiyyətdə olsunlar, mənə qarşı kin-küdurətdə olmasınlar. Yaxud Qurana baxanda görürük, Həzrəti Yusuf əleyhissalamın əhvalatındakı Quran bu əhvalatı Əhsənul Qəsəs adlandırır. Quranda keçən əhvalatların ən gözəli hesab edir bu əhvalatı. Bu əhvalatda da, bu hekayədə də hekayət nəinki nağıla, tarixi hekayə, tarixi bir hadisə. Bu tarixi hadisədə də hadisənin başlanma səbəbləri qardaşlar arasında münaqişədir. Allah Həzrəti Yusuf əleyhissalama bir sıra fəzilətlər, o cümlədən peyğəmbərlik vədəsi verir, əta eləyir və qardaşlar da bunu eşidir və buradan şeytan onlara vəsvəsə eləyir və qardaşlarını quyuya atmaq, uzun illər Həzrəti Yaqubun öz oğlundan, Həzrəti Yusufun öz atasından ayrı qalmağına səbəb olurlar. Həzrəti Yaqubun gözləri tutulur, başı ağarır, illərlə oğlu Həzrəti Yusufun yolunu gözləyir. Bunlar hardan qaynaqların əziz tamaşaçılar? Qohumlar arasında, qardaşlar arasında olan münaqişədən.
Tarix bunu bu misallarla doludur. Harda tarixdə biz görsək ki, bir insan, müvəffəq insan var, orada mütləq qohumların dəstəyini görə bilərik. Eyni zamanda insanın müvəffəqiyyətsizlik sirri də bəzən birinci dərəcədə qayıdır qohumlara. Həzrəti Peyğəmbər sallallahu ki, 3 il gizlin dəvətdən sonra Allah Teala ayə nazil edib nə buyurur? Buyurur: "Və anzir aşirətəkəl əqrabin." Ümumi dəvətdən əvvəl, ümumi dəvətə yaxın dəvət. Allah Peyğəmbərə buyurur ki, qohumlarını qorxutmaqdan, dini onlara çatdırmaqdan başla. Niyə əziz tamaşaçılar? Çünki Peyğəmbər sallallahu qohumları tərəfindən əgər qəbul edilsəydi, təyid və təsdiq olunsaydı, bu digər insanlarda təsir göstərəcəkdi ki, deməli, bu Peyğəmbərin yolu, dini nə qədər önəmli və əhəmiyyətlidir ki, qohumları onu təsdiqləyir. Həmin dəvətdədir ki, həmin hadisədədir ki, Peyğəmbərin əmisi Əbu Ləhəb, Qur'an gəlir, onu lənətləyir. Məsəd surəsində onun və arvadının barəsində surə nazil olur Qur'anda. Qur'anın son surələrindəndir. Təbbət surəsi də deyirlər ona, Məsəd surəsi də deyirlər. Allah buyurur: "Təbbət yəda Əbi Ləhəbin və təbb." Əbu Ləhəbin əlləri qurusun, necə ki qurudu. Niyə əziz tamaşaçılar? Çünki Peyğəmbərin yoluna ciddi maneə törətdi. Peyğəmbərin əmisi idi. Peyğəmbərə dəstək versəydi, minlərlə, 100 minlərlə insanın hidayətinə səbəb olardı. Peyğəmbərin hidayətinin sürətlə yayılmağına səbəb olardı, amma gəldi Peyğəmbərə maneçilik yaratdı. Peyğəmbərin yolunda mane oldu. Amma eyni zamanda da Peyğəmbərin digər əmsi, Həzrəti Əli əleyhissalamın atası, əziz və dəyərli müsəlman Əbu Talib əleyhissalamın rolunu da görürük. Peyğəmbərin əmisidir, son nəfəsinə qədər Peyğəmbəri himayə eləyir. Əgər Həzrəti Əbu Talibin müsəlmanlara və eyni zamanda Peyğəmbəri olan dəstəyi olmasaydı, İslam neçə illər ərzində yayılardı, bu hələ məlum deyil. Onun zəhmətləri, onun himayəsi, onun Peyğəmbərə qarşı öz canını, malını fəda eləməyi nəticəsindədir ki, Peyğəmbər sallallahu o Məkkə müşriklərinin düşmənçiliyindən, onların planlarından qoruna bildi. Həzrəti Əbu Talib dünyasını dəyişəndən sonra artıq Peyğəmbər Məkkədə qala bilmədi. Düşmənlərin təzyiqi çoxaldı. Nə qədər Əbu Talib var idi, onlar Peyğəmbərə heç nə eləyə bilmirdilər. Amma Əbu Talibdən sonra Peyğəmbəri köməksiz gördülər, Peyğəmbəri tək gördülər. Ondan sonra Peyğəmbəri öldürmək fikrinə düşdülər ki, Həzrətin Mədinəyə hicrət məsələsi qarşıya gəl, Həzrət Mədinəyə hicrət elədi və digər müsəlmanlar da eyni zamanda. Bunu misal vururduq ki, qohumların, insanın yaxınlarının insanla necə rəftar eləməyi, məxsusən təbliğatçı insanlar, məxsusən Peyğəmbərin həyatında görürük, imamların həyatında görürük ki, onlara lazımlı faktorlardılar. İmam Baqir əleyhissalamdan bir nəfər ravi çox maraqlı bir sual soruşur. Deyir, Peyğəmbər sallallahu sonra ki, o acı hadisələr, İslam tarixinin acı səhifələri yazılmağa başladı. Peyğəmbərin həqiqi xəlifəsi, həqiqi canişini Əli ibn Əbi Talib əleyhissalam öz evində güşənişin edildi. Peyğəmbərin qapısına hücum edildi. Peyğəmbərin qızına hörmətsizlik edildi. Ravi İmam Baqir əleyhissalamdan soruşur ki, bəs Həzrət Əlinin qəbiləsi Bəni Haşim haradaydılar? Ərəblər arasında da qəbilə hakimiyyəti var, əziz tamaşaçılar. Bir qəbiləyə təhlükə yarananda o qəbilənin üzvləri, böyükləri dərhal dəstək göstərirlər. Peyğəmbərin qəbiləsi Bəni Haşim kiçik qəbilə deyildi. Tanınmış, məşhur qəbilə idi, eyni zamanda güclü insanlar idilər. Onlar bəs haradaydılar ki, Həzrət Əli əleyhissalamın haqqı əlindən alındı, digərləri xilafətə gəldilər. İmam Baqir əleyhissalam çox hüzünlə, ürək ağrısına bu suala cavab verir. Buyurur ki, Bəni Haşimdən məgər kim qalmışdı? Əgər Bəni Haşimdən o 2 nəfər qorxağın yerinə İmam Baqir əleyhissalam Əqillə Abbasın adını çəkir. Əqil Həzrət Əli əleyhissalamın qardaşı idi, Abbas da əmisi idi. Əbu Talib əleyhissalamın qardaşı və Həzrət Əlinin əmisi. İmam Baqir əleyhissalam buyurur ki, əgər o 2 nəfər qorxağın əvəzinə,
Əgər o 2 nəfər zəif və süst insanın əvəzinə, Əqillə Abbasın əvəzinə, o 2 nəfər şir, Cəfərlə Həzrəti Həmzə olsaydı, and olsun, digərləri Həzrəti Əlinin haqqını əlindən ala bilməzlər. Yenə də qohumluq faktoru, əziz tamaşaçılar. Həzrəti Əli əleyhissalam Peyğəmbərdən sonra kifayət qədər öz qohumları tərəfindən lazım olan köməyi əldə edə bilmədi. Lazım olan köməyi və dəstəyi görə bilmədi ki, haqqı əlindən alındı və İslam tarixindən sonra bu olmamalı olan hadisələr qarşıya gəldi və onun acı nəticələri də bu günə qədər davam edir. Məhz bu misallar və digər misallar ki, fürsətimiz olmadı onları oxumağa, İmam Səccad bunları nəzərə alıb, Uca Allahdan istəyir ki, ilahi, mən istəyirəm, qohumlarım məni sevsinlər, mənə qarşı mehriban olsunlar, məni dəstəkləsinlər. Biz Uca Allahdan istəyirik, bizim də qohumlarımız, bizim də yaxınlarımız arasında daim gözəl rabitə, gözəl əlaqələr yaratsın və bizi öz qohumları ilə yaxşı davranan, yaxşı rəftar edən insanlardan qərar versin inşallah. Sizin hamınızı Allaha əmanət edirik, hamınızdan dua xahişimiz var. Biz də sizi inşallah öz naqis